işdən çıxarılan da, öz ərizəsi ilə çıxan da sığorta ala biləcək. İşsizlik üzrə icbari sığorta haqqında yeni qanun layihəsi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub. Layihəyə əsasən işsizliyə görə sığorta haqqı ümumilikdə işçinin əmək haqqının 1% qədər olacaq. Azərbaycanda ilkin olaraq biz nəzərdə tutduq ki, bunun bir hissəsini, yarı hissəsini sığorta edənlər, yarı hissəsini sığorta olunanlar ödəməklə biz bu prosesi həyata keçirə bilərik. Sığorta ödənişinin məbləği işçinin təcrübəsindən və işsiz qaldığı müddətdən asılı olacaq. Yəni işçinin təcrübəsi çox olarsa, sığorta ödənişi də yüksək olacaq, işsiz qaldığı müddət artdıqca isə əksinə ödəniş azalacaq. 6 ay müddətində buna təyin edilir. Birinci ayda ona təyin olunmuş sığorta ödənişini 100% məbləğində alır. Növbəti ikinci ayda 80%, növbəti ikinci ayda isə 2 ayda isə 70% məbləğində alır. Yəni müddət artdıqca deməli məbləğ kiçilir. Burada da məqsəd ondan ibarətdir ki, bu şəxslər deməli getsinlər özlərinə iş axtarsınlar. İşsiz qalan şəxs bu müddət ərzində iş tapa bilməzsə və yenidən sığorta ödənişi üçün müraciət edərsə, ona yenidən sığorta ödənişi veriləcək, amma qısa müddətə. Əgər həmin şəxsin 3 ildən 5 ilədək stajı vardırsa, o sığorta ödənişini itirilmiş əmək haqqının 50% miqdarında ala bilər. Əgər 5 ildən 10 ilədək stajı vardırsa, onda itirilmiş əmək haqqının 55%. 10 ildən yuxarıdırsa 60% miqdarında alır.